geldiniz. Salam yoldaşlar. Ben bugün doktoranturaya qəbul haqqında danışacağım. Sual olma bilər ki, niyə doktoranturaya qəbul olmaq haqqında video çəkilir? Çünki bu elə bir imtahandır ki, bunun strukturu dövlət istədiyi kimi müdafiə olunur. Bunun qayda qanunlarıdır. Mən özüm də qəbul olunca bir xeyli əziyyət çəkmişəm. Onu istəmirəm ki, növbəti illərin doktorantları bu problemlərlə rastlaşsın. Deməli, nədir? Doktoranturaya qəbul olmaq üçün əvvəlcə hansı universitetdə və yaxud akademiyada oxuyacağını seçmək lazımdır. Bu əhəmiyyətli bir şey. Mən birinci istədim ki, universitetdə, magistratur oxuduğum Dillər Universitetində doktorantur oxuyum. Ancaq gördüm, imtahanı, daha doğrusu, gördüm ki, bu qərar özünü doğrultmadı. İndi gələcəm gördüm doğrultmadı. Seçdik universitetimizi. Universitet seçdiyi avtomatik bizim üçün ixtisas da bəlli olacaq. Çünki universitetə gedəcək və hansı ixtisaslar onlara bizim magistr ixtisasımıza uyğundur, onu təyin edib bizə deyəcəklər. Məsələn, mən özümün kimi danışım. Mən ədəbiyyat şünaxlığı ixtisasını bitirdim və bəlli oldu ki, mən dünya ədəbiyyatı, ədəbiyyat nəzəri ixtisaslardan birinə öz sənədlərimi verə bilərəm. Mən də dünya ədəbiyyatı ixtisasını seçməli oldum. Bunlar hamısı Dillər Universitetinə aiddir. Və ənənəvi olaraq ingilis dili imtahanını verdim. İngilis dili imtahanını din təşkil edir və olduqca ədalətli bir imtahandır. Orada növbəti mərhələyə keçmək üçün 25 bal toplamaq lazımdır. Gələcəkdə dissertasiyanı müdafiə eləmək üçünsə 30 plus toplamaq lazımdır. Yəni belə fikirləş. 25 bal toplayırsan, növbəti mərhələyə keçirsən, növbəti mərhələlərdə keçirsən, qəbul olursan, ancaq dissertasiyanı müdafiə eləmək üçün səni təldən dinə göndərirlər. Get və 30 bal toplayıb geri qaydarsan. Bu belə. Hesab edək ki, ingilis dili imtahanını keçdik. İngilis dili imtahanı keçindən sonra fəlsəfə imtahanına getdim. Bunlar hamısı Dillər Universitetində baş verənlərdir. Və istənilən universitetdə, akademiyanı qoydum bura, Elmlər Akademiyası. Sonra biz fəlsəfə imtahanına girdik. Fəlsəfə imtahanları şifahi olur. Və sözün düzü fəlsəfə imtahanını keçmək ən asan işlərdən biridir. Yəni, fəlsəfə imtahanını keçmək üçün Azərbaycan dilində danışmaq kifayət edir, hətta belə demək lazımdır. Çünki o şifahi bir imtahandır, hamı da bilir ki, məna kəsb eləmir fəlsəfə fənni doktorant üçün, onu keçirdilər imtahanı. Amma yenə də biraz hazırlaşmağa gərək var ki, sonra danışa biləsin. Bu imtahanı da keçirsən, demək ardıcıllıq belə olur. İyun ayında ingilis dili imtahanını verirsən, sentyabrın birinci həftəsi ixtisas imtahanını verirsən, sentyabrın birinci həftəsi fəlsəfə imtahanını verirsən, dərhal sonra, artıq 200 gün sonra isə ixtisas imtahanını verirsən. Və mən də 2 mərhələni keçdim Dillər Universitetinə gedərkən və ixtisas imtahanına gəldim və burada artıq aləm dəqiq bilir. Dillər Universiteti və Dillər Universitetinin timsalında bütün başqa universitetlər ixtisas imtahanlarını formal bir xarakterdə keçirirlər. Yəni, bu deməkdir ki, sən orada iştirak edirsən, amma doktorant artıq bəllidir. Sən sadəcə imtahanı adam sayını tamamlayırsan. Bu, yəni, sabitdir, bütün universitetlər üçün keçərlidir. Bütün universitetlərdə o ilin doktorantları artıq bəllidir. Yəni, universitetlərə sənəd verməyin üstü bir mənası yoxdur. Mən də 2023-də bu səhv elədim və imtahanları, yəni, universitetdən kənar olan bütün imtahanları, dil və fəlsəfə imtahanını keçəndən sonra Dillər Universitetində imtahanı verdim. Ancaq orada şifahi olan bu imtahanda mən gördüm ki, artıq universitetin öz işçisi, öz işçisi də ola bilər. Yəni, fərqi yoxdur. Daimi işçi də ola bilər, orada işləmək istəyən və buna görə artıq yuxarılarla hesablaşmış kəs də ola bilər. O adam imtahanda varsa, o adam universitetin nəzdində hər hansısa bir iş görürsə və yaxud kimsə tanıyırsa, o seçilir. Biz bunu öz gözlərimizlə gördük ki, bizim orada şifahi cavablarımız heç bir məna kəsb eləmədi, bilet əzbərləmək bir kəs o Dillər Universitetinin doktorantı oldu. İndi bunu ona görə belə vurğulaya deyirəm ki, hər hansısa bir universitet sənəd verəndə, onsuz da sizə heç vaxt demirlər neçə nəfər sənəd verir və sənəd verənlər də kimlər. Onsuz biz bunu bilsək, yəni şuurlu adamlar da bilirik ki, o universitetin ki, doktoranturasına müraciət edən müəllim var, həmin universitetdə dərs edir, onu götürəcəklər. İndi biz o vaxt biraz naşır oldu, uşaq olduq, buna fikir vermədik, bir ilimizi itirdik. İndi istəyərəm ki, başqa adamlar birini itirmədi. Və mən də bunu Dillər Universitetindəki dünya ədəbiyyatı ixtisasını o universitetin işçisinə itirdim. Və burada hər hansısa bir elmi və yaxud intellektual fəaliyyət rol oynamır. Burada yalnız qohumluq, tanışlıq və qardaşlıq rol oynadı. Bu ildən sonra, 2023-dən sonra mən biraz ağıllandım və sənədlərimi bir dəfə Azərbaycan Milli Elmlər Akademiyasına verdim. Milli Elmlər Akademiyasının qəbulu isə olduqca şəffafdır və ədalətli.
Burada da həmişəki qayda. Birinci, dil imtahanını verdik, yəni verəcəyik və dil imtahanından keçirik. Dil imtahanı verəndən sonra yenə Elmlər Akademiyası bizi çağırır. Biz akademiyanın nəzdində test formatında fəlsəfə imtahanı verir. Artıq fəlsəfə imtahanı akademiyada verirsə oxumaq lazımdır. Çünki sualları cavablayacaq. Doğrudur, fəlsəfə imtahanının cavablarını necə topladığımız bir də deyilmir. Amma hər bir halda o sualları düz yazıb növbəti mərhələyə keçmiyor. Yəni tamamilə səhv yazsan keçməyəcəksən. Amma şifahi imtahanda çox səhv cavablar verirsən belə növbəti imtahana keçmək şansın var. Mən də Elmlər Akademiyasında fəlsəfə imtahanını keçdim və gəldim ixtisas imtahanı. İxtisas imtahanı fəlsəfə imtahanının test formatı olmasına baxmayaraq ona görə fərqlənir ki, fəlsəfə imtahanında test sənə vərəq formatında verilir və neçə bal topladığın bəlli olur. Amma ixtisas imtahanı kompüter formatındadır test olaraq və sənin nəticən ekranda görsənir və səndən yəni 30 balı toplayırsansa, demək olar ki, sən artıq doktorant adını alırsan. Həmin şey də bizdə baş verir. Sən doktorant adını alandan sonra, elə həmən an, imtahanın dərhal sonra, 1-2 dəqiqədən sonra səni sənət verdiyin institutun sədri çağırır və sənə qəbul olunmadığını əyani şəkildə göstərir sənədlərini, neçə bal toplamısan və s. Və bundan sonra artıq biraz qalmaqallı məsələlər başlayır. Dissertasiya adı seçirsən, buna görə bir neçə dəfə akademiyaya gedib gəlirsən, amma neysə ki, bunlar xoşbəxt sonluqla bitə bilər. Yekun olaraq, kimlər ki, doktoranturada oxumaq istəyir, onlara mənim ancaq məsləhətim budur ki, bütün sənədlər Elmlər Akademiyasıdır. Universitetlərdə özbaşınalıqdır, universitetlərdə hər hansısa bir test imtahanı yoxdur. Azərbaycan səviyyəsində biz şifahi imtahanlara etibar edə bilmərik, ona görə yalnız test imtahanına müraciət edirik. Bu qədər. Sağ olun.